İndi isə qonağımız Rüstəm Hökməlidir. Keçən həftənin ikincisidir. Rüstəm bəy, ilk öncə sizi salamlayıram, xoş gəlmisiniz deyirəm və bildirmək ilk öncə özünüzü izləyicilərimizə bir təqdim eləyin, sizi tanısınlar, sonra keçək digər suallarımıza. Əvvəla mən də salamlayıram. Mən Rüstəm Hökməli. Əvvəl mən Yasamal rayonunda doğmuşam, Bakı şəhəri Yasamal rayonunda doğulmuşam və Hökməliyə köçmüşəm. Köçəndən sonra da bu ləqəbi götürmüşəm ki, Rüstəm Hökməli belə tanısınlar xalq. Çox sağ olun. İkinci olaraq bilmək istəyirik ki, Şairin Tacı yarışmasına qoşulmağı sizi həvəsləndirən ünsur nə idi? Nə üçün bu yarışmaya qoşuldunuz? Mən buna qısa cavab vermək istəyirəm ki, yəni mən bu qoşulmaqdan məqsədim gəlmişəm ki, deyəm mən də varam. Çox gözəl. Siz keçən həftənin ikincisisiniz, Rüstəm bəy. Sizi birinci olmaqda əngəl olan nə oldu? Nə üçün birinci ola bilmədiniz, ikinci oldunuz? Rəqibiniz mi çox güclü oldu, yoxsa siz mi zəif oldunuz? İkinci olmağınızın səbəbi nədir və siz öz yerinizdən, nəticənizdən razısınızmı? Mən rəqibin güclülüyünü deyə bilməzdim, amma ki, beləsinə o cəmaatın sevməklə bağlıdır. Yəni, o gələcəkdə görünəcək kim güclüdür, kim zəifdir. Yəni, belə məsləhət gəlində belə də oldu. Nə deyə bilərəm? Rəqibləriniz haqqında fikirləriniz nədir? Sizdən güclü, sizdən zəif rəqiblər varmı? Sizdən güclü rəqiblər varmı? Ümumiyyətlə, rəqiblər haqqında fikrinizi bilmək istəyirik. Məndən güclü ola bilər kimsə, amma ki, mən də sözümü deyə bilərəm də. Yəni, heç kimdən çəkinmirəm. Gəlmişəm ki, yəni, deyəm ki, mən də sözümü istəyim ki, çatdıram ki, yəni, mən də deyə bilərəm. Hər bir şeyi bacarıram, yəni. Bilmək istəyirdim, Şairin Tacı sizin üçün nə ifadə eləyir? Meyxananı sevdiyim üçün, belə deyək də, mən istəyirəm ki, yəni, bu tac barədə, yəni ki, elə fikirləşirəm ki, yəni mən bildirməliyəm ki, yəni mən də varam burada. Yəni bu tac mənə qismət olmalı, getməlidir Hökməli kəndinə. Yəni bu mən elə fikirləşirəm ki, yəni belə. İndi isə bilmək istəyirik. Sizdə bax, dəstək olan insanlar var. İstəyir Yasamal, dediniz Yasamalda yaşamışıq, istəyir Hökməli kəndi. Sizə dəstək olan izləyicilərinizə efir vasitəsilə, yayımımız vasitəsilə nə demək istəyirsiniz? Mən Yasamalda az yaşamışam, 9 il yaşamışam. Ondan sonra köçmüşəm, ondan sonra Hökməlidə yaşamışam. Buradan yəni SMS falan istəmək, dəstək olmağın bütün ümumiyyətcə Azərbaycan xalqından dəstək gözləyirəm, sözü sevənlərdən. Bir də mən işlədiyim, çalışdığım şirkət var, Baku Electronics. Orada Vüqar müəllim, Əhməd müəllim başda olmaqla bütün məni orada kim istəyirsə, meyxanımı sevənlər, özümü sevənlər, istəyənlərlə hamısından dəstək gözləyirəm. Sizin üçün ümumiyyətlə dəstək olan kişilərə, insanlara sözünüzü bildirdiniz. Mən də siz öz yerimdə sizə təşəkkürümü bildirirəm. Çox sağ olun və sizə növbəti yarışmalarda uğurlar arzulayıram. İnşallah ki, növbəti həftənin birincisi ilə siz olarsınız. Amma bu meydandır, bu söz sənətidir, bu şairlik məktəbidir. Kim güclüdürsə, o da qalib olacaq. Hər şey üçün təşəkkür edirəm Rüstəm bəy.